Salam, xoş gördük əziz izləyicilər sizləri. Bugün sizlərlə yenə mən, psixoterapevt, hipnoterapevt, spiritualist və parapsixoloq, görünməyən tərəflər verilişindəyik. Qonağımız isə uşaq və yeniyetmə psixoloqu Əyyub Nağıyev. Xoş gördük Əyyub bəy. Necəsiniz? Çox sağ olun. Siz nətərsiniz? Sizi görməkdən məmnunluq hiss keçirdik. Bugün sizinlə bizim mövzumuz çox mükəmməl və deyərdim ki, cəmiyyətimiz üçün əsl fayda verəcək bir mövzudur. Yanlış tərbiyə və davranış pozuntuları. Ümumiyyətlə, davranış pozuntusu nədir və hər nadinc uşağı, o deyir, el arasında deyir ki, falan kəsin uşağı çox dəcəldir, yaxud da deyirlər ki, atasını oxşuyub, atası da uşaq olanda belədir, anası da belə idi və s. və axır. Hər davranış, ümumiyyətlə, davranış pozuntusu nədir və hər nadinclik, dəcəllik, şuluqluq da belə deyək, bu davranış pozuntusu sayılırmı? Təbii ki, hər nadinclik, hər dəcəllik davranış pozuntusu sayılmır. Niyə sayılmır? Uşaqların təbiətinə ilk öncə burada baxsaq, uşaqların təbiəti daha çox necədir? Onlar ilk olaraq həyatı nə edirlər? Kəşf edirlər, araşdırırlar. Bunun üçün də onlar qaçmalıdırlar, bunun üçün onlar qışqırmalıdırlar, bunun üçün onlar özlərini ifadə etməlidirlər, bunun üçün onlar müxtəlif duyğuları yaşamalıdırlar. Və böyüklərdən fərqli olaraq bu onlarda daha yüksək formada olduğu üçün bəzən bu davranış pozuntusu kimi görsənir, amma daha çox hallarda yəni zərər verməyəcək formada olursa, valideynə zərər verməyəcək, başqa uşaqlara zərər verməyəcək formada, özünə zərər verməyəcək formada olursa, bu adi davranış sayılır. Davranış pozuntusu yox. Davranış pozuntusuna gəldikdə isə davranış pozuntusu adətən nədir? Normal davranışdan, yəni normal normativdən qırağa kənara çıxma nəticəsində yaranan bir hərəkətlərə daha çox davranış pozuntuları deyirlər. Bu da adətən hansı formada olur? Ya valideyn yanlış tərbiyə edir, ya valideyn özünün psixoloji vəziyyəti yaxşı deyil, ya da ki, uşaq nələrsə əldə etmək üçün davranış pozuntularına təəssüflər olsun ki, davranış pozuntularından istifadə edir. Yəni, hər hansısa bir özünü təsdiq etmək üçün və yaxud da diqqət mərkəzində qalmaq üçün və yaxud da məni görün mesajını vermək üçün də uşaq davranış pozuntusundan istifadə edə bilər. Ümumiyyətlə, mən belə bir sual vermək istəyirəm. Bəzən valideynlər öz aralarındakı qərəzliliyi uşaqlarına ötürürlər. Məsəl üçün, ana ilə ata bir, yəni belə ər və arvad kimliklərində onlar dalaşırlar və ana və ata kimliklərində övladlarına qarşı bunları, belə deyək, biruzə verirlər. Necə? Məsələn, ər-arvad dalaşıblar, bir-birlərini incitdilər və məsəl üçün, ana deyir ki, atana get denən filan şey budur, ata da deyir ki, get anava denən filan şey budur, yaxud da ki, bunlar bir-birlərinə mesajı, aqressiyanı, stresi, əsəbi uşaq vasitəsilə sanki bir paştalyon kimi uşağı aparıb gətizdirirlər. Bu tip yanaşma, əfsuslar olsun ki, bugünkü cəmiyyətimizdə çoxdur və siz də bunun şahidi olursunuz, elə öz mərkəzimizdə də dəfələrlə bunları görürük. Nə məsləhət görürsünüz? Baxın, bu tip valideynlərə onların özləri terapiyaya mı gəlməlidirmi, yoxsa ümumiyyətlə terapiyaya gəlmədən, məsələn, qısa lakonik necə izah edə bilərsiniz ki, onlar övladlarını bugün yanlış böyütməsinlər deyə? Bu çox maraqlı mövzudur. Deməli, burada məsələ nədir? Ümumiyyətcə, təkcə uşaqdan söhbət getmir. Və çox üzr istəyirəm, bu davranış pozuntusuna gətirib çıxarda bilərmi? Təbii, davranış pozuntusuna gətirib çıxardar. Nəyə görə gətirib çıxardar? Vərdiş deyilən bir şey var. Yəni, valideyn hər dəfə uşağından, öz övladından istifadə edirsə ki, get bunu de, get bunu elə, bu hərəkətdən istifadə elə və bir müddətdən sonra bu vərdişə çevrilə bilər. Vərdişə çevrildiyi üçün də insan təbiətinin belə bir özəlliyi var. Əgər bir şey vərdişə çevrilirsə, bir müddətdən sonra o sənə xoş gəlir. Yəni, normal, gözəl davranış kimi gəldiyi üçün daha sonra sən onu başqa bir yerdə də istifadə edə bilərsən. Həmin uşaq məktəbdə də söz gəzdirməyə başlaya bilər. Həmin uşaq dostları arasında da, dostların arasını vurmaq üçün də doğru, düzgün olmadan, fərqinə varmadan bu hərəkətləri edə bilər. Onda sözünüzə qüvvət olaraq belə demək istəyirəm burada. Bugünkü gün, yəni uşaqlardan danışıqda, yəni məsələn 6 yaşına qədər uşaqlarda, onlar yəni şuur hələ tam formalaşmır deyə aldıqları tərbiyəni, sizin dediyiniz kimi vərdişləri sanki doğru yerinə yetirirmiş kimi qəbul edir və məsələn bağçada, məktəbə qədər təlimdə, elə məktəbin özündə də belə sinif yoldaşları, dostları, küçədə dostları, həyətdə dostların aralarında belə deyək, söz aparıb, söz gətirib ara vuranlıq edirlər. Bəs yaxşı, bunun qarşısını almaq üçün bir valideyn, belə deyək ki, tutalım, biraz mən fərqli verəcəm sualı, bu valideyn terapiyaya gətirməyə imkanı yoxdur.
insanın maddi rifahı yoxdur ki, gəlsin, seanslardan yararlansın. Siz nə məsləhət görərsiniz ki, ən azından o məsləhətlərinizlə valideynlər terapiya elətməsələr də övladını, ən azından bunun qarşısını almağa, belə deyək də, bir daş qoymuş olsun. Bunun ən belə deyək də, yaxşı çıxış yolu nədir? Burada ilk öncə valideyn özü baxmalıdır ki, həmin davranışı özü edirmi? Yəni uşağa yalan danışmağa, özü ümumiyyətlə yalanı çox danışırmı və yaxud da ki, uşağa söz gəzdirməyə sövq edirmi və yaxud valideyn özü söz gəzdirən biridirmi? Daha çox burada o detala fikir versələr daha yaxşı olar. Çünki özləri bir məsələni, bir vərdişi tərcih edəndən sonra, yəni uşağın onu tərcih etməsi, o davranışdan əl çəkməsi ehtimalı daha yüksəkdir. Bəzən el arasında belə bir deyim var. Deyirlər ki, məsəl üçün uşaq nənəsinin, babasının yanında böyüyüb deyə biraz nadincdir. Nənə və babaların, əmi və dayıların, xala və bibilərin, ümumiyyətlə ki, digər qohumların, birinci belə deyək də, o deyir birinci köynək, ikinci köynək qohumların uşağın tərbiyəsində yeri nə qədərdir və onların tərbiyədəki müdaxiləsi, məsələn, bir uşaq, bir ana övladına deyir ki, buna toxunmaq olmaz. Nənə oradan gəldi ki, niyə elə deyirsən, uşaq dişin olmasın, ged işinlə məşğulsan, ged evini yığışdır, nə iş gör. Bu uşaqda davranış pozuntusu yaradır, yoxsa yanlış tərbiyədən qaynaqlanan hər hansısa bir, belə deyək, ərkönlük mü deyə bilərik, yoxsa tərbiyəsizliyin özü mü deyə bilərik yaradır? Nə yaradır? Burada daha çox nədən söhbət gedir? Əgər uzun müddətdə davam edirsə və müdaxilələr həddindən artıq çoxdursa, bəli, davranış pozuntusu yaradır. Ümumiyyətlə biz hər zaman valideynlərə nəyi tövsiyə edirik? Xüsusən də ciddi məsələlərdə. Məsəl üçün uşağın yuxu saatı olsun, uşağın normal ev yeməkləri yeməsi ilə bağlı olsun, uşağın pis vərdişlər, hansı ki, energetik içkilərdən istifadə etməsi məsələləri olsun, hansı ki, bunlar qırmızı cizgilərdə uşağın gələcəyi üçün, orqanizm üçün zərərlidir. Bu məsələlərdə hər zaman nəyi tövsiyə edirik? Valideynlər arasında həmfikirliyin olması. Əgər valideyndən biri deyirsə ki, oğlum, bunu içmək zərərlidir, bu olmaz, başqa valideyn və yaxud da xala, bibi və yaxud da nənə müdaxilə edirsə, təbii ki, bu qaçılmaz olaraq uşaqda davranış pozuntusu, uşaqda daha başqa problemlər, disiplinsizliyə gətirib çıxardır. Ona görə də bu məsələlərdə ara-sıra olursa, burada xüsusi bir problem olduğunu düşünmürəm. Amma ciddi məsələlərdə, uşağın sağlamlığı ilə bağlı məsələlərdə, uşağın psixoloji inkişafı ilə bağlı, uşağın məsuliyyəti ilə bağlı, uşağın disiplinli olması ilə bağlı məsələlərdə bu davamlı olaraq baş verirsə, təbii ki, bu hər zaman zərər yetirir və uşaqda davranış pozuntusu yaranır. Ona görə də bu tipli məsələlərdə valideynlərin hər zaman həmfikir olması uşağın ümumiyyətcə psixoloji vəziyyəti üçün, özgüvəni üçün, daha məsuliyyətli olması üçün faydalıdır. Təşəkkürlər. Konfidensiallığı qorumaq şərti ilə bir şey deyəcəm. Xatırlayırsınızsa, müəyyən bir müddət bundan öncə bizim mərkəzimizə belə bir valideyn müraciət eləmişdi. Elə sizin yanınıza övladını gətirmişdi ki, uşaq evdə qırır, tökür, dağıdır. Ancaq məktəbdə çox sakitdir, müəllimləri çox tərifləyir, sakitliyinə, tərbiyəsinə, hərəkətlərinə görə, dostları ilə ünsiyyəti çox mükəmməldir. Maraqlıdır, bəs bu tip hallarda nəyə görə həmən o uşaqlar, yeniyetmələr evdə valideynlərinə qarşı bir aqressiya ilə yanaşır, bir stresslə yanaşır, sanki onlar o stres topu gözündə görür, onlara hücum eləyir. Ancaq çöldə isə belə deyək, digər sosial mühitlərdə isə məktəbdə, həyətdə, digər idmanda və s. və digər yerlərdə daha rahat və sakit münasibətlərin qurulur. Bu məsələ həqiqətən çox önəmlidir. Məsəl üçün, bir uşaq bütün mühitlərdə problemlidirsə, məsəl üçün, dostları ilə münasibət olsun, məktəbdə olsun, qohumlarla olsun, evdə olsun, burada yəni daha çox baxılır ki, uşaqda şəxsiyyət pozuntusu ola bilər və yaxud da daha ağır nevroloji bir problemlərin olmasından insan şübhələnir. Uşaqlarda şəxsiyyət pozuntusu ola bilər. Yəni uşaq şəxsiyyət pozuntusuna meyillilik deyək və yaxud da ki, daha dərin şəkildə davranış pozuntusu deyək buna. Bəli, düz vurğulayırsınız, şəxsiyyət pozuntusu diaqnozu qoyulur 18 yaşda. Bu daha çox sayılır, bəli, davranış pozuntusudur. Yəni məndən əvvəl də bir neçə dənə, demək olar ki, ölkədə bütün psixiatrlar gəzmişdilər. Hamısında diaqnoz zaten şəxsiyyət pozuntusuydu. Burada nəyə daha çox diqqət etmək lazımdır? Mən şəxsən daha çox nəyə diqqət elədim? Burada daha çox uşağın aqressiv hərəkətləri kimə yönəlmişdi? Daha çox anaya və bacıya.
ataya qarşı o qədər çox yox idi, qardaşa qarşı o qədər çox yox idi və ətrafdakı insanlara qarşı o qədər çox yox idi. Və araşdırdığım zaman təbii ki, uşaqda narsistik keyfiyyətlər var idi, sosiopatik davranışlar var idi və araşdırdığım zaman uşağın özündən soruşduğum zaman ki, belə bir sual verdim ki, bəs yaxşı belə bir sual verim də, daha çox davranışın anına qarşıdır, daha çox bacına qarşıdır. Bunun nəticəsində, yəni bu proses olandan sonra daha çox sən özünü necə hiss edirsən? O mənə dedi ki, daha çox rahatlayıram. Və arxasınca belə bir sual verdim ki, bəs yaxşı, amma səmimi cavab ver. Onlar necə olsaydı, bax valideynin və bacın necə olsaydı, sən ona bu qədər çox əziyyət verməzdin. Mənə qayıdıb bir kəlmə dedi ki, onlar daha çox bəlkə də özlərini sevsəydilər, daha çox özgüvənli olsaydı bunu etməzdim. Həqiqətən valideyn özü ilə araşdırandan sonra görürəm ki, valideyn özü öz dəyəri aşağı, öz dəyəri həddindən artıq aşağı, özgüvən həddindən artıq aşağı, ümumiyyətcə daha çox və uşaq bu şeydə vurğuladı ki, anamda ən sevmədiyim xüsusiyyət nədir? Həddindən artıq fədakardır. Və belə olması nəticəsində ümumiyyətcə uşaq psixologiyasının belə bir xüsusiyyəti də var. Adətən valideynlər balanslı olanda, uşaqlarda, yəni şuur altı olaraq 0-6 yaş aralığında balanslı formada bir inanclar, yəni onlarda necədirsə o şəkildə modelləyirlər və normal bir şəxsiyyət olur. Amma valideynlərdən biri, ikisi ya həddindən artıq fədakar olanda, yəni əzgin olanda və yaxud da ki, həddindən artıq narsistik keyfiyyətdə, narsist olanda tamamilə nə edirlər? Ya onun kimi olurlar, ya da ki, bu da qız uşağı olduğu üçün, anası əzgin olduğu üçün, özgüvəni aşağı olduğu üçün tamamilə necə narsistlik keyfiyyətləri formalaşdırmaq üzrə qərar vermişdi. Çünki o şuuraltı olaraq düşünür ki, əgər belə olmaq, əzizcə olmaq, daha çox başqalarını düşünmək pisdirsə, demək ki, nədir? Bunun tərsi faydalıdır və tamamilə anasının əksi olan bir şəkildə bir şəxsiyyətə çevrilmişdi. Orada nəticə necə oldu? Necə bir nəticəyə biz çatdıq? Ananın özgüvənini inkişaf etdirməklə və xanımın da daha empatiya duyğularını, daha başqalarını düşünmək üzrə inancları inkişaf etdirməklə, burada balanslı bir vəziyyətə gətirməklə problemi həll etmək oldu. Bəs belə bir sual verəcəm sizə. Orada gözəl bir söz vurğuladınız. Bu tip hallar əsasən valideynlərin bir-birlərinin arasındakı balanssızlığından yaranır. Balans üçün bəs bu valideynlər nə etməlidir? Məsələn, onlar ünsiyyətini nə tərzdə təşkil etməlidirlər? Asudə zaxlarını necə təşkil etməlidirlər? Və yaxud da ki, bunun üçün hansısa bir psixoloqa getməlidirlər? Yoxsa özləri ilə danışmağa kifayət edər? Yoxsa belə deyək də, o el arasında bir söz var, deyir, bir ağbirçəyin, ağsaqqalın məsləhətini almalıdır bu adam. Bu dediklərimizdən hər birindən istifadə etmək olar. Birinci yerdə təbii ki, tövsiyə olunur psixoloji dəstək. Çünki psixoloji dəstək zamanı bəzən insanın dəyişdirə bilməyəcəyi məsələləri biz dəyişdiririk, biz daha çox kömək edirik. İkinci məsələ olaraq, əgər getməkdə çətinlik çəkirsə, maddi vəziyyət imkan vermirsə, təbii ki, araşdırma apara bilər, internet resurslarından, ümumiyyətlə mən dəyişmək üçün nələrdən yararlana bilərəm. Orada müxtəlif metodlar, texnikalar tapıb özlərində işləyə bilər və əlavə olaraq siz dediyiniz başqa üçüncü məsələni də deyə bilərəm. Hansı ki, balanslı olan şəxslər var onun ətrafında. Yəqin ki, xalası var, bibisi var, əmisi var, dostu var, tanışı var. O şəxslərdən istifadə, o şəxslərdən soruşa bilər, onların təcrübəsini ki, sizin ailə münasibətiniz daha çox necədir? Daha çox necə davranırsınız? Nələrdə sərhəd qoyursunuz uşaqlarla münasibətdə? Nələrdə daha qatısınız, nələrdə daha yumşaq davranırsınız? Bunlar da onun müəyyən dərəcədə inkişaf etməsi üçün düşünürəm ki, nədir? Faydalılar. Praktikanızda belə bir şeylə rastlaşmısınızmı? Məsəl üçün, hər hansı bir valideyn dediyiniz kimi, məsələn, bir bacısından, digərdən, baldızından, qaynından, xalasından, əmisindən, dayısından, bibisindən və s. hər hansı bir qohumundan məsləhət alıb və onlar bilərəkdən yanlış yönləndirir. Təbii ki, burada bir də nəyə də bu hissəsinə də əlavə edeyim. Burada həmin şəxs təbii ki, daha belə həqiqətən güvənilən şəxs olsa, həqiqətən doğru bir şəxs olsa, həqiqətən yəni bu məsələdə uğurlu şəxs olarsa mən tövsiyə edərdim. Amma bu məsələdə subyektiv yanaşacaqsa və yaxud da ki, tam güvənmirsinizsə, o doğru deyil. Daha çox psixoloji dəstək. Bir də belə bir sual vermək istəyirəm. Bu bəzən mənim öz praktikamdan da görürəm. Yəni gün ərzində düz mən uşaqlarla işləmirəm, amma indi eşidirik, görürük, mərkəzdə elə sizdən eşitməyə bəs eləyir. Bəzən belə görürsünüz ki, uşaqlar gəlir, məsələn, ya qız uşağıdır, oğlan uşağıdır, fərq etməz, öz atasından, yaxud öz anasından nəsə istəyərkən, əsasən də atadan məsəl üçün, nəsə istəyərkən, ata mən səni çox istəyirəm, manipulyasiya eləməyə başlayır. Bəzən isə, məsələn, ata onu alır, gətirir, verir, ata oldu bir heroy, bir qəhrəman, bir hero, amma ata bunu eləməyəndə isə uşaq artıq
ata haqqında yanlış düşüncələr formalaşdırır. Atanı bir necəsə deyim, bir triada olaraq görür, bir təhlükə olaraq görür. Bəs sizcə bu düşüncə uşaqlarda necə formalaşır və bu düşüncə formalaşmasının qarşısını valideyn necə almalıdır? Nə iş görməlidir ki, yəni övladı onun haqqında yanlış düşüncədə olmasın? Adətən belə hallar, yəni yerində olursa, bilirsiniz ki, hər bir şeyin yeri var. Yəni Bəli. insanlar arası münasibətdə, həmçinin valideyn uşaq münasibətində də belədir. Əgər bir uşağın həqiqətən buna ehtiyacı varsa və sən bunu alırsansa, bu normal bir prosesdir. Amma təəssüflər olsun ki, bəzən uşağın buna ehtiyacı olmadan sən dəfələrlə bunu edirsənsə, hansı ki bir nümunəni də çəkin. Bir dəfə bir qız uşağı gətirmişdilər. O da ərköyünlükdən əziyyət çəkirdi. Babasından belə bir söhbət yarandı. Babası deyir ki, mənim nəvəmin artıq 28 velosipedi var, 29-cunu istəyir. Yəni bu artıq nədir? Ehtiyac olmadan uşağa verilən hədiyyələr, ehtiyac olmadan onlara verilən vədlər bir müddətdən sonra artıq onda belə bir inanc formalaşdırır ki, mən hər şeyə ən yaxşısına layiqəm. Ən çoxuna layiqəm, mənim üçün edilməlidir. Və bir müddətdən sonra insan zehni bunu öz haqqıymış kimi qəbul edir. Təəssüflər olsun ki, onu əlindən alanda başlayır sizə nə etməyə, daha çox düşmən kəsilməyə. Hətta belə bir şeylər valideynlərdən eşidərsiniz ki, valideynlər daha çox nədən şikayət edirlər? Deyirlər ki, daha çox mən fədakarlıq edirəm, daha çox mən alıram, daha çox onun istəklərini yerinə yetirəm, amma daha çox nə edir? Mənə qarşı düşmən kəsilir, mənə qarşı daha çox qeyri-etik hərəkətlər edir. Bunun səbəbi nədir? Əslində bunun səbəbi daha çox o məsələ ilə bağlıdır. Yəni valideyn bu məsələdə balansı pozduğu üçün nəticədə belə bir mənzərə ortaya çıxır. Bəzən cəmiyyətdə belə bir fikir formalaşıb ki, indi burada xahiş edirəm əziz izləyicilər, hörmətli möminlər, möminələr, dindarlar, mənim bu fikrimi yanlış anlamayın. Sadəcə olaraq müzakirə edirik biz burada. Bəzən deyirlər ki, məsəl üçün İmam Əli deyir ki, uşaq 7 yaşına qədər şahdır. Bəzən deyirlər ki, filan imam belə dedi, yaxud da ki, söhbət imamlardan getmir. Hansısa bir peyğəmbərin də nümunə gətirirlər ki, uşağa məsələn 7 yaşına qədər, 8 yaşına qədər, 6 yaşına qədər yox demək olmaz. Ona belə deyək, qoy nə istəyir eləsin. O uşaqdır və yaxud da atalarımız, nənələrimiz, babalarımız deyiblər ki, olmaz, uşaqdır. Sizcə bu tip yanaşma uşaqlarda elə davranış pozuntusunun kötüyünü, özülünü formalaşdırmırmı? Yəni mən 7 yaşına qədər övladıma yox, olmaz, nə üçün olmazı, nə etməli, olmamalı olduğunu deməyim ki, bu uşaq şahdır. Yəni sizcə yaxud da ki bu uşaq uşaqdır deyə, elə bəzən də adı üzərində uşaq, başa düşürük uşaqdır, amma bu sizin sözünüzə qüvvət olaraq əgər bunun şuuru formalaşana qədər bu intuitiv və instinktiv şəkildə hərəkət edirsə, nə etmək lazımdır ki, bu uşaqlar doğru və düzgün şəkildə tərbiyə alsın. Yəni yoxu necə öyrətmək lazımdır? Olmazı necə öyrətmək lazımdır? O Bəxtiyar Vahabzadə deyir, o cızzanı deyir, öyrənmədim, getdim bütün əlinin üstünə qoyandan sonra deyir, bildim ki, cızza nə deməkmiş. Necə eləmək lazım? Yəni uşağın əlinin üstünə ütünü qoymaq lazımdır ki, o cızzanı öyrənsin, yoxsa necə? İndi burada bu məsələyə gəlin, biraz aydınlıq verək. Ümumiyyətcə İmam Əlinin o sözü ilə bağlı, yəni konkret olaraq ortada bir sübut yoxdur. Varmı, yoxmu? Mən də bilmirəm, ona görə özüm xahlıq edirəm. Bəlkə də elə bir söz deməyib. Bəlkə deməyibdi. Çünki onun adından çünki mənim müəllimim var idi, pedaqojika müəllimi var idi universitetdə oxuyanda. O deyirdi ki, İmam Əli Məhəmməd peyğəmbərin adına o qədər söz çıxardı bu bəlkə də nə bilim yerdən göyə qədər kitablar yığsan, səhih olan olmayan hədislər və s. Bütün yəni ora hər şey demək olar ki, yerləşdiriblər və yaxud da onun adından deyirlər. Kimə nə sərf eləyib? Bəli, burada indi məsələ nədir? Böyük bir dahi şəxs əgər bu sözü deyibsə, bunun arxasında bir praktikası, bir sübutu olmalıdır. Amma biz daha çox görürük ki, daha çox belə bir nəticəyə gəlirik ki, uşaqlarda hər şeyə hə deyildiyi zaman, istəyir 2 yaşında olsun, istəyir 3 yaşında olsun, istəyir 4 yaşında və bu periodlarda daha çox hə deyildiyi zaman, qadağa, məhdudiyyət olmadığı zaman o uşaqlarda narsistik keyfiyyətlər, daha çox mən etməliyəm tipli düşüncələr, daha ağır formada başqalarına qarşı aqressiya, başqalarına qarşı qısqanma halları daha yüksək formada olur.
Yəni öz təcrübələrimizə əsasən deyirəm, işlədiyim uşaqlara əsasən deyirəm, böyümüş, halbuki vaxtilə uşaq olmuş valideynlərə əsasən deyirəm ki, bunun nəticəsi həqiqətən ağır olur. Burada daha çox ümumiyyətcə dünyada daha çox uşaq tərbiyəsində nədən istifadə olunur? Bəzi şeylər hansı ki, orada uşağa icazə verilməlidir. Elə yaşından asılı olmayaraq bəzi şeylərə orada müəyyən şərtlər daxilində icazə verilməlidir. Bəzi şeylərə isə ümumiyyətcə icazə verilməməlidir. Nələrə icazə verilməlidir? Məsəl üçün adi nümunələr çəkim. Deyək ki, uşaq özü üçün hardasa oyuncaqlar var qabağında, bir neçə topu var, maşın var və s. onlarla oynayır. Orada deyirsən ki, heç bir problem yoxdur. İstədiyin şəkildə oynaya bilərsən, istədiyin oyuncaqdan istifadə edə bilərsən. Yəni burada artıq ona müdaxiləyə ehtiyac yoxdur. Amma bəzi şeylər var ki, məsələn çölə çıxmaq istəyir və bilirsən ki, çöl soyuqdur, israrla bunu istəyir. Burada deyirsən ki, bir şərtlə olar, 10 dəqiqə get və qayıt. Hansı ki, burada həm icazə var, həm də nə var? Müəyyən şərtlər daxilində. Və yaxud ki, problemli uşaqlar var həyətdə, deyirsən ki, get, amma söyüş olarsa, dava və yaxud da başqa problemlər olarsa, qayıt evə gəl. Bir də üçüncü məsələ var. Hansı ki, üçüncü məsələ isə birbaşa olmazdı. Bura aiddir uşağın yuxu saatı, hansı ki, bu çox önəmlidir uşağın gələcəyi üçün. Uşağın zərərli qidalardan istifadə etməsi, uşağın ev yeməklərindən daha çox başqa çöldə bişirilən yeməklərə meyllənməsi, hansı ki, bunlar zərərlidir. Burada isə valideynin özünün birbaşa olaraq sərt münasibət göstərməsi, hansı ki, uşağın gələcəkdə psixoloji vəziyyəti üçün, disiplini üçün çox-çox önəmlidir. Yəni bunlardan bəzi şeylərə icazə, tam icazə, bəzi şeylərə müəyyən şərtlər daxilində, bəzi şeylərə isə icazə verilmədiyi zaman o uşaq daha sağlam psixologiyada olur və daha balanslı bir şəxsiyyətə çevrilir. Çox təşəkkür edirəm Əyyub bəy, çox mükəmməl izah edirsiniz. Bir sual verəcəm. Bəzən bizdə valideynlər, əsasında bunu analar eləyir, öz rahatlığını fikirləşmək üçün, yəni indi analar üstümə gələcək. Hadi bakalım. Reallığı demək, yəni məcburam. Analarımız, yəni indi bu gənc anaların çoxsu nə edir? Öz uşaqlarını, daha doğrusu özlərini rahat etmək üçün, özləri rahat olsunlar deyə telefonu verir uşağa, yaxud da kompüteri açır, yaxud televizoru açır. Oradan bugünkü uşaqların baxdığı nədir? Roma Dayanadır, nə bilim Maşa Medveddir, nə bilim digər bu adını da bilmədiyim cizgi filmləridir. Hansı ki, mən özüm bir mütəxəssis olaraq bəzən oturub baxanda orada aqressiyanın, qeyri-etik hərəkətlərin, tərbiyəsizliyin təbliğ olunduğunu göstərir konkret olaraq və uşaq qeyri-ixtiyari olaraq ona baxır və onu oradan öyrənir. Və valideynlər bu tip hallarda, belə deyək də, bu da gətirir qəccət asılılığına çıxardır da, telefon, kompüter, planşet asılılıqlarına və uşaqlar bu tərzdə tərbiyə olunarsa, bu özü davranış pozuntusuna gətirib çıxarırmı və bu tip hallarda valideyn öz, belə deyək, ev işləri ilə bərabər, əsasında analar edir də bunu da, öz ev işləri ilə bərabər övladının tərbiyəsinə, öz işləri, təkcə ev işləri deməyək, digər işləri ilə bərabər paraleldə övladının tərbiyəsinə hansı səpkidə yanaşmalıdır? Bəli, bu da çox gözəl mövzudur. İlk öncə onu deyim ki, cizgi film seçimində valideynin özünün mütləq şəkildə orada seçməsi çox vacibdir. Nəyə görə vacibdir? Siz dediyiniz həmin məsələlərdən qorunmaq üçün bu mütləqdir. İkinci məsələ gələndə nə vaxt problem olur? Bəli, valideyn demək olar ki, günün bir çox hissəsini uşaqla maraqlanmır, ümumiyyətcə ünsiyyət qurmur. Onunla birlikdə harasa demək olar ki, getmir və yaxud da onunla birlikdə oyun oynamır və yaxud da onunla birlikdə oyun oynamağı qoyaq qırağa, onun həyatda oynaması üçün və yaxud da ki, evdə oynaması üçün şərait yaradılmır və ancaq bəzən hətta bir də görürsünüz ki, uşaq məsələn evin bir ikincini dağıdır, özü üçün evciyə dönür, valideyn gəlir əsəbləşir, sən buranı dağıtdın, neynədin, hətta bir-iki dənə də vurur, təhqir də eləyir, bəzən tənqid də eləyir, şiddət göstərir, belə şeylər olur. Və bunları nəzərə alsaq, yəni bayaq ilk növbədə dediyim kimi uşağın daha çox oynamağa, daha çox araşdırmağa, daha çox kəşf etməyə meyli, marağı yüksək olduğu üçün bu tipli məsələlərdə valideynin şərait yaratılması həqiqətən çox-çox vacibdir. Həm telefondan ayırması baxımından vacibdir. Yəni uşaq daha çox oyuna yönələrsə, daha çox bir-birləri arasında müəyyən fəaliyyətlərdə iştirak edirlərsə, telefona yönəlmə azalır. Həm də ki, birbaşa olaraq onun psixoloji vəziyyəti üçün beyində müxtəlif, daha yaxşı bir hissələrin inkişaf etməsi üçün vacibdir. Və bir də bir məsələni dediyim, bəli, uzun müddətli
olursa, indi ara sıra olursa və gündə deyək ki, yarım saat olursa və yaxud da ara sıra olursa, hansı ki, bəzi hallarda valideynlər də başa düşmək olar, yemək bişirirlər, çox vacib işləri var və yaxud da ki, səhhətləri yerində deyil. Bu halları çıxmaq şərti ilə uzun müddətli, gündə 3 saat, 4 saat uşaq ümumiyyətlə heç bir fəaliyyətdə iştirak etmədən telefonla baxırsa, bəli, bu mütləq şəkildə aqressiya yaradır. Bu mütləq şəkildə uşaqda daha çox davranış pozuntuları. Burada çıxış yolu nə edə bilər? Burada çıxış yolu olaraq daha çox nədir? Valideynin uşaqla birlikdə zaman keçirə bilər, ona hekayə danışa bilər, birlikdə şəkil çəkə bilərlər. İş görürsə, iş görmə məsələsi varsa, daha çox onun tək bir şeylər etməsi üçün şərait yaratılması. Bəli, bu həyət evi varsa həyətdə, əgər bina evindən söhbət gedirsə, burada isə daha çox hər hansı bir konstruksiyalar ola bilər, oyuncaqlar ola bilər və s. bu kimi vasitələrdən istifadə edə bilərlər. Bir dəfə Əyyub bəy demək belə bir şey bölüşmək istəyirdim sizinlə. Bir el adət olaraq bir toy məclisində idi və əyləşmişəm. Yanımda da bir ailə, bəy, öz yoldaşı və bir dənə də balaca qəşəng oğlan uşaqları var. O deyir kalbasa kimidir, topuş. Oturublar stolda və yemək vaxtı. Bir də gördüm, ana uşağın sumkasını açdı, bu boyda bir planşet çıxartdı, qoydu və qulağa uşağın qulaqçıq verir. Bu qulağın içinə girən qulaqçıq deyil, üstdən qalan, o sport şəkildə olan qulaqçıqlardandır. Belə baxıram, deyirəm, siz nə edirsiniz? Bu yaş yarımlıq uşaqdır. Buna indidən onun o daxili qulağındakı, orada indi biz belə deyək də lor həkimi deyiləm, mən yanlış deyə bilərəm orada. Orada daxili qulağın içindəki səs dalğalarını götürən telciklər var, belə deyək lor dildə. Orada ilbiz var, onu yəni uşağın qulağının həm xarici, həm daxili qulağını zədəliyirsiniz, beyni zədəliyirsiniz. Uşağın formalaşmasının qarşısını alırsınız. Yox deyir, belə eləməsə yemək yemir. Və həqiqətən mən biraz qeyri-ixtiyari olaraq indi bu türklər demişəm, işim gərəyi, düzdür, uşaq psixoterapevti deyirəm, amma psixoterapevtə müdaxilə edirəm. Dedim ki, eləməyin görə hələ uşağı aldadın, məsələn, maşın gəlir, siqnal verir, biz belə yemişik də, bib eləyirdik, ağzımızı açırdıq. Yəni, belə elədim, gördüm, təsir yoxdur. Uşağa danışdırırsan, uşaq ümumiyyətlə göz təması qurmur, fikir vermir. Mən buradan danışdırıram, onu qıdıqlayıram, gülür, amma bir gözü belə eləyə kənardan belə başını belə eləyib televizora, planşetə baxmağa çalışır. Və əfsus olsun ki, bugünkü cəmiyyətimizdə bu tip situasiyalar çoxdur. Təəssüf olsun ki, o erkən yaşda artıq orada bağlılıqdan söhbət gedir. Uşağın telefonu artıq bağlı. Ümumiyyətlə davranış pozuntularında Əyyub doktor, siz hansı metodlardan istifadə edirsiniz? Yəni sizi digər mütəxəssislərdən fərqləndirən hər hansı bir metod varmı? Yoxsa sizin individual yanaşmanız ümumiyyətlə necədir? Davranış pozuntularında ümumiyyətlə bir şey yaddan çıxartmayaq ki, davranış pozuntularında bir çox mütəxəssislər niyə yanlış nəticə verirlər, yaxşı nəticə vermirlər və yaxud da valideynin özü niyə davranış pozuntusunu dəyişə bilmir? Ona görə dəyişə bilmir ki, davranış pozuntusu ümumiyyətlə özünə fokuslanır. Deyir ki, bu davranışı dəyişib. Deyir ki, dağıdır. Deyir ki, eləmə, məcburi formada uşaq gedir, başqa bir şey edir. Altını isladır və yaxud da ki, daha fərqli bir formada davranışlar edir. Yəni, burada davranışın özünü söndürmək, davranışın özünü boğmağa ehtiyac yoxdur. Burada daha çox bu sualı vermək lazımdır. Ümumiyyətlə, niyə edir? Bu sualı verdiyi zaman insan daha yaxşı şəkildə ən azından onu tapmaq üçün bir yol axtarır, bir qapı açmış olur da. Ona görə pasiyentiniz vardı, xatırlayıram, uşaq altını isladırdı. Bəli, ümumiyyətlə, niyə edir sualını verəndə, o prizmadan baxanda insan daha yaxşı onu tapa bilir, bir mütəxəssis onu daha yaxşı həll edə bilir. Niyə edir sualın altında bir çox məsələlər ola bilər. Uşaq ola bilər ki, yəni düzgün diaqnoz qoymaq lazımdır. Bəli, düzgün diaqnoz qoyulmadan zaten sən nə qədər işləyirsən işdə, illərlə işlə, 10 il işlə, 100 il işlə bir diaqnoz düzgün deyilsə, bu tipdə də belədir. Yəni burada deyək ki, bir yara varsa, sən gedib əgər bu çiyin hissədə işləyirsənsə, orada nəticə olmayacaq və yaxud ki, düzgün materiallardan istifadə etmirsənsə, təbii ki, nəticə olmayacaq. Yəni bu məsələdə daha çox nədir? Bir neçə məsələyə baxmaq lazımdır. Uşaq diqqət çəkmək üçün bunu edir, uşaq sevgi görmədiyi üçün bunu edir, uşaq özünü qəbul etdirmək üçün bunu edir və yaxud da ki, uşaq həddindən artıq ərkün olduğu üçün bunu edir və s. Yəni burada daha çox mütəxəssis dəstəyi olanda başqa prizmalardan
yanaşma məsələsi olur. Amma təəssüflər olsun ki, mütəxəssis keyfiyyətli olmayanda, təcrübəsi az olmayanda bunlara diqqət eləmir. Valideynlərlə uşaqlar arasındakı münasibətlərə diqqət eləmir və yaxud da ki, valideyn özü də o səbəblərə baxmadan davranışa fokuslanırsa nəticə olmur. Ona görə də bu məsələdə xüsusən davranış pozuntusu varsa, mən öz təcrübəmdən deyirəm, %90% daha çox valideynlərlə münasibətlərdən yaranan bir məsələlərdir. Hansı ki, orada hansı məsələlərdə problem var, onlar üzərində araşdırma edilir, ona uyğun olaraq səbəb tapılır və müalicə edilir. Əyyub bəy, belə bir sual vermək istəyirəm. Elə verilişimizin adı üzərindən, podkastımızın adı üzərindən görünməyən tərəflər. Yanlış tərbiyənin, doğru verilməyən izahların, düzgün olmayan, necə deyərlər, yanaşmanın, yəni hansı ki gətirir davranış pozuntusuna çıxarır. Bugünkü ailələrdə, tərbiyədə görünməyən tərəf nədir? Hansı ki o arxa fondadır. Biz, yəni daha doğrusu siz mütəxəssislər onu görürsüz. Ailə onu özü görmür. Bəzən görür və danışdığı zaman hər hansısa bir belə deyək də o bombing yaranır da, yəni evin içində söz-söhbət. Görünməyən tərəflər daha çox nədir? Əgər bir ailədə problem varsa, uşaq üzdən gülə bilər və yaxud da özünü xoşbəxt göstərə bilər. Amma daha çox burada nələrə diqqət etmək lazımdır? Uşağın getdikcə asosial olması, özünə qapanması, uşağın getdikcə aqressiv olması, uşağın getdikcə valideynlərlə arasında olan münasibətlərin soyuması, uşağın zaman keçdikcə ümumiyyətcə daha çox sanki öz təbiətindən uzaqlaşırmış kimi bir kimliyə bürünməsi, bütün bunlar hamısı əslində nədir? Görünməyən tərəflərdir. Yəni zaman keçdikcə bu daha da pisləşirsə, təbii ki, burada mütəxəssisə müraciət etmək faydalıdır. Hansı ki, orada harda problem var, hansı yanaşmada problem var, ümumiyyətcə bu məsələləri araşdırmaq vacibdir. Mən hətta istəyərdim sözünüzə qüvvət olaraq deyim ki, bəzən burada görünməyən tərəflər valideynlər tərbiyə verərkən kənardan olunan müdaxilələrdir. Yəni hansısa digər birinci, ikinci dərəcəli qohumların müdaxilələridir. Və son olaraq bu sualı vermək istəyirəm. Əyyub bəy, siz eyni zamanda hipnoterapevtsiniz. Siz uşaqlarla və yeniyetmələrlə işləyərkən onlara hipnoz seansları eləyirsinizmi və bu nə qədər güclü fayda verir? Mən yeniyetmələrlə təbii ki, işləyərkən hipnoz seansları edirəm. Uşaqlarla yox, 10 yaşından yuxarı daha çox yeniyetmələrlə. Ümumiyyətcə belə bir şey deyim, uşaqlarla daha çox nəticə oyun terapiyası olsun, ümumiyyətcə uşağın ümumi analizi olsun, NLP texnikalarından istifadə edirəm, yəni bir çox metodlardan istifadə edirəm. Ümumiyyətcə məndə daha çox məsələ nədir? Hər hansı bir texnikadan, bir metoddan yox, ümumi individual şəkildə olur və fərqli metodlardan, texnikalar vasitəsilə bir məsələnin həlli yolunu tapıram və ona uyğun olaraq nə edirəm? Müalicə edirəm. Təşəkkür edirəm. Çox sağ olun. Beləliklə, əziz dostlar, bir podkastımızın daha sonuna gəldik. Bugünkü verilişimizdə, bugünkü çıxışımızda və maarifləndirməmizdə Əyyub bəyin vasitəsilə sizlərə uşaqlara verilən düzgün tərbiyələrdən və davranış pozuntularından danışdıq. Əgər siz də övladınızda hər hansısa bir narahatlıq hiss edirsinizsə, onların psixologiyasında bir pozuntunun olduğunun fərqindəsinizsə, heç düşünmədən bizim mərkəzimizə Əyyub doktora müraciət edə bilərsiniz. İzləmədə qalın. Sonda isə əziz dostlar, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz bizim podkastımızı Simurq Psixologiya və Spiritüalizm Mərkəzinin sponsorluğu ilə izləyirsiniz. İzləmədə qalın.